Salamlar, mən Jalə Ələkbərova və Auro İlhamlandırır podkastını mənim təqdimatımda izləyəcəksiniz. Məqsədimiz sizə faydalı olmaq və ilhamlandırmaqdır. Və bugünkü qonağımız Lamiyə Kərimovadır. Xoş gəlmisən Lamiyə. Xoş gördük. Çox şadam səni podkastda görməyə. Eynən mən də çox həyəcanlıyam və səbirsizlənirəm bizim söhbətimiz üçün. İnanıram ki, çox motivasiya verəcəksən. Bəli. İnanıram ki, çox maraqlı olacaqdır. Birbaşa başlayaq. Lamiyə Kərimova kimdir elə səndən eşidək. 1988-ci il doğumlu, sadə bir ailənin bir qızıyam. Yəni, Aha, bunu açacağıq. bəli. İrəlidə suallarda bunun hamısını cavablayacağıq. Nə gözəl. Sadə ailə dedim. Mən bilirəm ki, həmçində biraz konservativ idi ailən. Çox. Biraz yox, hədsiz çox. Konservativ ailədə böyümək hansı dəyərləri sənə aşıladı və bugünkü Lamiyəyə o necə təsir göstərib? Düzü hardasa 30 yaşına qədər mən bunu çox qınayırdım ki, niyə belə oldu? Daha çox dəstək olsaydılar, kaş ki arxamda dayansaydılar. Kaş ki mənim gələcəkdə 30-dan sonra etdiklərimi qabaqcadan bilsəydilər. Amma 30-35-dən sonra hardasa fikirləşirəm ki, artıq o zəmanənin şeylərini, yəni gördükcə fikirləşirəm ki, hardasa bugünkü günümə, yəni bugünkü gəlib olduğum vaxta görə bəlkə də onlara bir haqq verirəm. Hardasa, çox az da olsa haqq verirəm. Düzdür, çox necə deyirlər, sıxıntılar olubdu. Amma bugünkü günə görə bəlkə də hardasa düz ediblər. Aha, bugünkü günə dedikdə və eyni zamanda o çətinliklər sənin fikrincə bugünkü Lamiyəni formalaşdırdımı? Yəni o çətinliklər olmasaydı da mı eyni Lamiyə formalaşardı? Yox, məncə sərtlik, qadağalar insanı daha da mükəmməlləşdirir. Məsələn, bəlkə də o qadağalar olmasaydı mən bu qədər özümü göstərə bilməzdim. Mən çapalamazdım. Mən elə oturardım ki, yəni budur da. Mən qane olardım. Aha. Amma mən hal-hazırda heç bir şeyə qane olmaq istəmirəm və olmuram da. Nə? Daim istəyirəm, çapalayıram ki, bunu da eləyim, onu da eləyim. Fikirlərim, yəni 2 saat yuxu yatacağamsa, hətta yuxuda belə fikirləşirəm ki, bəlkə bunu da eləyim. Amma o qadağalar olmasaydı, o cür sıxıntılar olmasaydı, bəlkə mən bunları eləməzdim. Elə sakit ruhumda qalardı. Aha, nə gözəl ki, belə müsbət bir nəticə var. Eyni zamanda da 19 yaşında ailə həyatı qurmusan. Bəli. Bu necə baş veribdi? Bu çox qəribə bir şeydir. Həqiqətən indi fikirləşəndə deyirəm ki, necə olub, necə qərara gəlmişəm. Yəni hal-hazırda qəti mən buna qarşıyam da. Məsələn, mənim 14 yaşında qızım var və mənim ağlıma gəlmir ki, 19 yaşında desinlər ki, sən Züleyxanı nə bilim, elçi gələrmi deyim, yoxsa onu mən verərəm. Yəni bunu mən ağlıma hal-hazırda gətirmirəm və mənim üçün bu inanılmaz bir şey. Faciə kimi onu mən beynimdə qəbul. Hətta indi danışıram, gedirəm də. Yəni niyə? Ya axı nə ola bilər, nə səbəb ola bilər ki, bu belə olsun? Hal-hazırdakı yaşıma görə qətiyyən yox deyərdim. Amma o vaxtı bilmirəm. Yenə də deyirəm, bu insan seçimindən çox şey asılıdır. Bəlkə də o mənim ruh əkizim idi. Bəlkə də biz birlikdə, mən həmişə deyirəm ki, mən onunla birlikdə böyümüşəm. Çünki mən həqiqətən çox qafalı, belə uşaq kimi idim və onunla birlikdə sanki biz addımladıq, böyüdüm, o məni böyütdü. Çünki mənim atam, anam məsələn mənə eləmədiklərini mənəvi olaraq o mənə çox dəstək verdi. Nə gözəl. İndi də çox gözəl ailəm var, 2 övladım var maşallah. Çox sağ olun. Və eyni zamanda 19 yaşında ailə həyatı qurduqdan sonra 25 yaşında işləməyə başlayırsan. Bu necə baş verir? Ümumiyyətlə belə fasilədən sonra bu sahəyə gəlmək necə baş verir? Bu barədə danışmaq həmişə mənə çətin olubdu. Həmişə də doğuram. Mən tamam başqa bir ailə təhsili almış. Tamam, məsələn mənim atam neftçidir. Mənim qardaşlarım da neftçidir və mən də özüm də neftçiyəm. Yəni mən dərəcəli injinerəm. Mənim atamın həmişə bir sözü olurdu ki, qızım oxu. Ancaq fikri zikri o idi ki, oxumalısan və salam. Və mən bir şey fikirləşirdim ki, mən bu bataqlıqdan ancaq özüm çıxa bilərəm. Çünki mənim atam çox sakit təbiətli bir insan idi və maaşa tabe olan bir adam idi. Onun həmişə bir qorxusu var idi. O çox saf insandı və fikirləşirdi ki, dinc başım, yəni işimə getdim, gəldim, dolanı. Amma mən həmişə içimdə onu özümlə dalaşırdım da. Yox, sən burdan çıxmalısan. Sən şəhərdə yaşamalısan. Məsələn, mən Şüvalan kəndində doğulmuşam. Bildiyiniz, yəni biz həmişə kənd deyilib də ora. Yəni bilirsiniz ki, Bakı kəndlərində doğulmaq, orada yaşamaq çox çətindir. Məsələn, mənim sinif yoldaşlarım 9-cu sinifdən hamısı, 5-ci sinifdən, 9-cu sinifdən hamısı evdə oturublar. Amma mənim atam da nə yaxşı ki, o
şey var idi ki, yəni sən oxumalısan. Üçümüzə də demişdi ki, yəni bu sizin bir dənə həyatda məqsədiniz var. Mən sizə dəstək oluram. Oxuyun. Okay, mən gəldim o yerə çatdım ki, ilk ili mən pulluya qəbul oldum. Aha. Amma mənim içimdə bir şey var idi. Niyə mən pullu oxumalıyam? Mən pullu oxumayacağam. Mən gəldim, getdim ərizə yazdım ki, bəs mən gəlmirəm. Universitetə gəlmirəm. Odlar yurdu. O vaxt ora qəbul olmuşdum. Çox da yüksək balla qəbul olmuşdum. Anam ağladı, atam danladı ki, sən artıq yəni səni övladlıqdan silirik də. Bildiyiniz yəni o davalar evdə gedirdi ki, sən övladlıqdan silirik, sən qəbul olmusan, getmirsən. Dedim siz narahat olmayın. Mən özüm hazırlığa getmədən 2-ci ili gedib girəcəm, amma pulsuz oxuyacağam. Mən dedim ki, mən pul verməyəcəm. Mən özüm çünki mən bilirdim ki, bəlkə də o çətinliyi gözümün qabağına gətirdim ki, bəlkə atam çatdıra bilməz. Bəlkə mənim illiyimi verə bilməz. Yəni elə oldu ki, getdim 2-ci ili pulsuza qəbul oldum və universitet oxuyan ilk kursunda mənim başıma gəldi bu nişanlılıq ərəfəsi. Mən starosta idim. 70 nəfər potokda tək qız idim və hamıya təəccüblü gəlirdi ki, necə ola bilər? Birdən-birə gəldi və elçi gəlib məni verirlər. Yəni bu mümkünsüz bir şey. Bizim ailəmizdə ümumiyyətlə bir dənə mənə şey elədilər ki, çox mənə bu arada dedim ki, şiddət göstərmişlər mənə. Elçilik söhbəti çıxanda yaxşıca döyüldüm. Hətta yaxşıca döyüldüm ki, niyə? Niyə sən? Yəni sənin üçün niyə elçi gəlirlər? Həqiqətən. Yəni bu şey zorla vermək üçün. Yo. Mən döyüldüm, dedilər ki, yəni niyə sənə elçi gəlir? Kino kimi, yəni mənim hal-hazırda o şeylər kino kimi. Amma sinif yoldaşınızla öncədən tanış idiniz? Mənim sinif yoldaşım onun qrup yoldaşı idi. Yəni o vasitəçi, onun yanında görmüşdü. Biz də hamımız Şivalandan çıxırıq uşaqlar, kim ki universitetə qəbul olub, hamımız bir gedirik yolu. Təsadüfən yolda görəndə xoşu gəlmişdi. Yəni belə başlayıb. Belə başlayıb. Gəldim, dedilər ki, yox, olmaz, vermirik. Atam dedi ki, mən bilirəm ki, mənim dedi o gücüm yoxdur, sənin sabah arxanda dayanım. Bəs mən bilirəm ki, səni evdə otusturarlar da. Çox qorxurdu. Deyirdi ki, biz əziyyət çəkmişik, səni ali təhsilli eləmişik. Yəni sən niyə gedib ailə qurasan və səni evdə otustursun, sənin ali təhsilin olmasın. Bir dənə o qorxusu var idi. Hətta elçi gələn günü şərt qoydu. Dedi, bu şərtlə verərəm ki, mənim qızımı evdə otuzdurmayın. Mənim də həmişə arzum olubdu ki, o oxusun. Razılaşdılar. Dedilər ki, yaxşı, biz razıyıq. Onu heç mane olmayacaq təhsilinə oxusun. Amma heç deyilənlər o olmadı. Təbii ki. Bir il güclə getdim, 2-ci ili güclə getdim. Universitetə belə. Universitetə güclə getdim. Amma dayanmadım. Dedim, artıq başladım özümdə analiz eləməyə ki, mən nə edə bilərəm ki, burdan da çıxım. Və çox, necə deyim sizə, qapalı, yenə də düşdüm. 2-ci dəfədə travmamı yaşadım. Yenə də ondan da qapalı bir ailəyə düşdüm. Və hər şey 2 qat qadağalar. Heç nə olmaz. Axı bu mən deyiləm. Axı mənim içimdə başqa birisi var. Mən bilirəm axı ki, bu döyüşkən ruhum içimdə var da, mən bunu yatıstıra bilmərəm. Bir kəlmə işlətdi o vaxtı qaynanam, daha doğrusu qaynatam. Dedi ki, sən dedi, dedi ki, heç olmasa müəllim ol. Belə mənə dedi. Dedim ona ki, bəs siz elə bilirsiniz ki, mən müəllim olsam, mən elə müəllimlikdə qalacağam. Yox. Mən dedim gedib direktor olacağam, gedəcəm başqa təhsil nazirliyinə. Yəni mən dedim qalxacağam, məni saxlamayın. Üzbəüz dayandı, mənimlə baxdı, heç bir kəlmə demədi. İndiyə qədər o mənim gözümün qabağında heç bir kəlmə demədi. Sadəcə olaraq məni danışdırmadı. Mən başladım, dedim, mən nə edə bilərəm? Fikirləşdim ki, yəni yoldaşımla nəsə danışırdıq. Dedim ki, bəs mən işləmək istəyirəm. Dedi, yox, necə sən işləyəcəksən? Sən oxuduğun sahə üzrə kişilərlə işləməlisən. Sən işləyə bilməzsən kişilərlə. Mən yenə də fikirləşdim, kişilərlə işləməyə qoymurlar sən. Niyə mən qadınlarla işləməyim? Və mənim içimdə bir rəssam yatır. Gecələr yatmamağa. Gizlin. Mənim bir köhnə kompüterim var idi. Gecələr başladım yatmamağa və fikirləşdim ki, mən nə edə bilərəm? Qadınlarla işləmək ancaq gözəllik sahəsi ola bilər də. Fikrim, zikrim çıxış yolu axtarmaqdır və mən müəllimim olmayıb bu arada deyim. Müəllimim olmayıb və mən bu illərdir hamı soruşur ki, sənin müəllimin kimdir? Bu dəstə xətt səndən hardandır? Qətiyyən müəllimsiz falan. Başladım. YouTube kanallarını açdım. Bütün orada olan sənədli filmlərə,
Hansı Vizajla ki, bağlı, vizajla makiyajla bağlı, bağlı. sənədli filmlərə o vaxt bunu tapmaq çox çətin idi. Xüsusi bir sevgim sırf rusların texnikası var idi ki, sadə, fresh və özün kimi olmaq. Bunu da özümə eləyirdim. Məsələn, bir yerə gedəndə özümə nəsə eləyəndə deyirdilər ki, kim eləyib, harda bəzənmisən filan. Bu artıq mənim beynimdə bir qurd idi da. Girdi, başladı yeməyə. Nə gözəl. Dedim, aha, deməli bu mənimkidir və mən bununla qabağa gedə bilərəm. Necə məsələn deyirik ki, insan bildiyi işi görəndə daha da irəli gedir. Və ora sevgin, həvəsin, hardasa bir iradən olmalıdır ki, o iş tutsun da, sən onu özünkiləşdirəsən. Dedim, aha, bu sənədli filmlərə gecələr otururdum. Uşaqlar da var idi bu prosesdə. Deməli 2 mənim övladım olubdu. Onlar qalmayıbdı. İkiz övladlarım olubdu. Ondan sonra böyük bir travma yaşadım. O travmadan sonra elə daha da ayıldım ki, necə oldu daha doğrusu mən artıq başladım səhhətimdə problemlər yarandı. Məni apardılar həkimə. Həkimə aparanda dedilər ki, bunun psixologiyası pozulub, artıq biz bilmirik nə edək. Çünki mən özümdə deyildim, tamam başqa bir haldaydım. Həkim dedi ki, siz zəhmət olmasa qoyun, siz çıxın da. Ki mən bir dənə özüm danışım ki, görüm bu uşaqda nə var ki, bu 19 yaşında siz deyirsiniz ki, artıq bunun beyni pozulub falan. Mənlə danışdı, söhbət elədi yoyla, çağırdı evdəkiləri, dedi ki, siz niyə görə fikirləşirsiniz ki, o ağlını itirib, o yaxşı durumda deyil. Dedi, gül kimi ali təhsilli, yəni sənin gəlinin var. Baxıram çox ağıllıdır. Danışdım onunla, savadlıdır. Niyə sən icazə vermirsən ki, o evdən çıxsın, bu travmanı atlasın? Axı bu onun üçün 2 evlad itirmək böyük bir travmadır. Dedi ki, yox, o işləyə bilməz axı, heç nə bacarmır. Dedi, heç bacarmır. Mənim də yanımda söhbət o. Dedi, yox, siz ona bir dənə dedi, mənəvi dəstək verin. Qoy o uşaq özünü tapsın. Çünki siz onu evdə saxladıqca o daha da geriləyəcək və bir insanın məhv olması, yəni bir cavan bir adamın 19 yaşında bir uşağın, qızın məhv olması nə dərəcədə düzgündür. Dedim, mən ona heç bir resept yazmayacağam, heç bir dərman yazmayacağam. Gedin sadəcə olaraq imkan verin ki, o adam başını qatsın. Bir işlə məşğul, özünün sevdiyi bir işlə məşğul olsun. Nəsə mən gəldim evə. Elə bir ki, mənim birdən belə ruhum qalxdı da, motivasiyam qalxdı. Dedim, yox, eləyəcəm də mən bunu. Başladım gecə, özə heç kəsə demirdim gizlincə. Axşamlar hamı yatanda. Bir gün yoldaşım durub gecə gəlib, deyir, nə edirsən? Deyirəm ki, bəs şeylərə baxıram, videolara, nəyi bilmirəm. Özüm üçün notlar götürürəm məsələmdə. Filan şey almalıyam. Filan şeydən sonra vuranda daha yaxşı nəticə verir. Analiz eləyirəm. Birindən kifayətlənmirəm. Bunu açıb baxıram, bunu axtarıram, görürəm filan o birisi məşhurdamı da elədi. Videosunu analiz edirəm. Belə bir analiz elədikcə bir böyük bir dəftər tutdum. Başladım onun şeyində işləməyə, özüm üçün işləməyə. Yoldaşım mənə dedi ki, sən deyir, başın xarabdır. Hər YouTube'a baxan deyir, gedib vizajist ola bilər. Sən Allah get yat, dur, get yat mənə dedi. Dedim, yox, görərsən. Mən bu işdə gedəcəm də qabağa. Baxdı, güldü, heç bir reaksiya vermədi mənə. Günlərin bir günü həmin o gəlib çatmışam 25 yaşa. Hə, uşaq balacadır, qızım balacadır. Mən həmişə binamızın altında bir xanım var idi, Rəmziyə xanım. Mən onun heç vaxt adını çəkməmişəm. Bəlkə də izləyər, buradan da nə bilim öz salamımı göndərirəm ona. Çox yaxşı bir qadın idi. Özünün şəxsi bir yeri var idi. Həmişə o hazırlaşıb harasa gedəndə, təsadüfən 1-2 gün qabaq biz toya gedəndə ailəvi hamımız, hamı orada bəzəndi, mən bəzənmədim. Mən indi sadəcə mənim saçımı düzləşdirərsiniz, mən evdə özüm bəzənib gələcəm. Nəsə bu mənim saçımı düzləşdirdi. Mən qalxdım yuxarı, utkalara yığmış saçımı. Uclarını belə burdu, utkalara yığdı. Mən qalxdım, dedim mən gəlib makiyajımı eləyim, gəlirəm. Makiyajımı elədim, gəldim. Baxdı, dedi, hara getdin? Niyə mən də bəzənmədin? Dedim, yox, mən heç yerə getməmişəm. Özüm gedib evdə elədim, gəldim. Dedi, sənin belə bir istedadın var. Necə deyirsən evdə oturmusan? Gəl yanıma. Dedim, yox, belə qaynam zət işləndi ki, yəni nə danışırsan, mənim gəlinim işləyə bilməz. Belə acı ona cavab verdi. Günlərin bir gün, 2-3 gün keçib üstündən 14 fevraldır. Qadında da mənim nömrəm var. Mənə yaz ki, nə olar? Bəs mənim bu gün hədsiz çox müştərim var, səhhətim də yerində deyil. Gəl bir də mənə kömək elə də. Belə baxdım, dedim, ay Allah, mən bunu bacarmıram. Şans bu şansdır. Bir şey var, mən bunu başqasına eləməmişəm axı. Mən bunu özümə eləmişəm.
Və mənim bir qəribə içimdə şey var ki, yəni mən nə edə bilərəm? Ay Allah, alınır, alınmaz. Gəldim yoldaşıma belə qorxa-qorxa dedim, ay Emin, olar mən ki aşağı düşüm salona. Belə, hə, nəyə gedirsən ki? Deyirəm ki, bəs belə-belə də olub məsələ. Ay bala deyir, bəsdir. Sən eləyə bilməzsən, biabır Çox sağ olarsan. olsunlar. Qəşəng də motivasiya veriblər. Ancaq deyir ki, eləyə bilməyəcəksən, olmayacaq. Əksinə bu gün necə gözəl Yəni təsir həqiqətən də deyir ki, olmayacaq, alınmayacaq. Belə dedim mənə, dedim nə olar? Gedim də. Alınmayacaq, gələcəm də dedim. Burada nə var ki? Məndən nə gedir? Gedim bir dənə düşüm, kömək eləyim gəlim. Dedi get, amma heç kəsə deməyəm, amma gələcək. Tez get gəl. Dedim yaxşı, tez get gəl, nədir? Yox, gedən getdim. Düşdüm aşağı. İçəri girmişəm. O enerji, o naxış var da. Ümumiyyətlə bu belə insanları mən özümdən demirəm. Yəni həqiqətən hər sferanın, məsələn bir ortama girərsən, bir nəfər girər içəri, cəlb eləyər də səni. Onun aurası, enerjisi, gülər, danışar, hamı baxar ona. İçəri girdim belə, elə bil ki bir 10 ildir işləyirəm. Heç belə özümü o yola qoymuram. Rahat-rahat girmişəm, hamı ilə salamlaşmışam. Hamı da belə, "A, təzə işçinizdir." Belə danışırlar. Qadın da özünü şey deyir. Hə, belə girdim, bu göstərir mənə telefonda, deyir ki, bu belə istəyirəm. Hə, okey. Arada telefon baxıram, eləyirəm. Arada baxıram, eləyirəm. Rəssamam axı, bunu şey eləyə bilərəm də. Yəni gördüyümü eləyə bilərəm. Birini elədim, ikisini elədim, üçünü elədim. Ay Allah, sayını bilmirəm. Oca eləmişəm, kömək eləmişəm də. Bayağı da bir vaxt gedibdi. Axırda çıxdım, oca hər şeyi tamamlamışıq. Bu mənə çox deyir, sən neynədin? Ay da halal deyəsən, belə danışır, mənə tərifləyir. Dedim, hə, yaxşı mən getdim. Qaçıram indi evə. Qaçanda bu gəl belə cibimə pul qoy. Mən də qızarmışam, ağlamaq tutub. Mən heç yox olmayıb axı. Mənim yoxdur da. Hə, ilk pul. Utandığımdan belə ağlamaq tuturam ki, yo, mən deyirəm pul istəməm, prosesi kömək eləməyə gəlmişəm falan belə danışıram onunla. Yox, nə danışırsan? Sən əziyyət çəkmisən. İndi bilmirəm ağlayım, bilmirəm gülüm. Qəribə gəlir axı mənə ki, pul qazanmaq nədir? Qaça-qaça qalxmışam yuxarı. Əlimdə də pul belə sevinə-sevinə 20 manat. İlk qazancım 20 manat. Hə, qalxmışam yoldaşıma dedim ki, ay Emin, bəs belə bir ol. Apar qaytar, hirslənir üstümə. Dedim, yox, mən qaytara bilmərəm. Yəni dedi ki, belədir də. Belə getdim, kömək elədim də ona. Nə olsun ki? Heç kəsə demə, mən şey elirdi. Mamam gəlib bilsə, atam bilsə, yəni qırğın düşər də. Sən bunu danışma heç getdim. Hə, yaxşı danışmaram. Üstünə 2 gün keçdi, qadın yenə yazır mənə. Nə olar, gəl köməyə. Gedirəm yoldaşıma yalvarıram. Deyir ki, yox, olmaz qətiyyən. Nəsə 2 dəfə düşdüm. 3-cü dəfə düşəndə, təsadüfən mən düşəndə evdəkilər gəl bizə. Soruş Lamiyə hardadır? Lamiyə aşağıdadır. Aha. Ayda. İndi bu mənə yazır ki, bəs mamam gəlib nə edək? Mən də suyum süzməsinə qalxmışam yuxarı ki, bəs belə bir şey, bir xasiyyətim var. Həyatı boyu şey eləyə bilmirəm. Yalan danışa bilmirəm. Açıldı, danışdım mən. Dedim belə bir iş görmüşəm. Allahım. Necə hissləndilər, Hamı bir-birinə dəydi. Hamı bir-birinə dəydi, dava dalaş qopdu. Bildiyiniz, yəni o anları, yəni nə bilim, deyirlər mən deyirəm, pis bir iş görmürəm ki, mən bu xoşuma gəlir də bu. Yox, deyəcəklər ki, falan kəsin gəlini salonda işləyir. Bu söz mənə yenə də girdi belə başıma. Dedim ki, yox, bu stresi mən qırmalıyam. Dedim, siz narahat olmayın. Mən elə bir şeyə gətirəcəm ki, bu şeylər olmayacaq. Çünki o vaxtda salonda işləmək çox pis idi. Çox pis bir adı var idi. Çox təəssüflər olsun. Sanki orada işləmək çox ayıb idi və hamı buna ayıb baxırdı və gizlədirdilər. Mənim atam da, anam da, qaynatam da, qaynanam da hamısı gizlədirdi ki, mən salonda işləyirəm. Zikrim ancaq bir dənə o idi ki, bu işi hörmətə, bu stereotipləri qırım. Hamı sənə belə əl çatmaz kimi baxsın da. Və həqiqətən də başladım Instagram açıb. O vaxt Instagram təzə-təzə üzümü görsənmirdi. Çünki faciə olardı ki, mənim üzüm Instagramda, Facebookda görsənərdi. Nəslimizdə hər iki tərəfdə, hara indiki hər iki tərəfdə ilk sosial şəbəkəyə daxil olan, ilk şəkil paylaşan adamım. Və bunu böyük zövqlə eləmişəm. Hətta ilk şəklimə görə evdən zəng gəlib yoldaşıma ki, sən niyə icazə vermirsən ki, onun şəkli ordadır. Böyük bir qırğın, dava, sağ olsun Emin. Mənim arxamda dayandı. Dedi, mənim yoldaşım deyil. Mən ona icazə verirəm. Nə gözəl, nə pis bir iş görmür ki, pis bir iş görmür. Mənim də əlimdən nə gəlir? Ancaq ona mənəvi dəstək olum. O insan dedi, bu işdə irəliyib də, bu adam deyir, neynədim? Instagramı açdım. Başladım əvvəl, sonra paylaşmağa. Heç mən orada 1-2 ay işləməmişəm də. Yəni bu 1-2 ay ərzində mənə mesaj gəldi ki, bizə gənc istedadlı insan lazımdır.
İtalyan bir akademiyasıdır və Azərbaycan üzrə 76 ölkənin iştirak eləyəcəyi bir iştirakçı lazımdır. Amma gənc lazımdır, tanınmayan, sadəcə olaraq fikirləri olsun ki, biz onu sponsorlarımız var, hətta sponsorları var, çox məşhur mağazalar, markalar. Biz onu hər bir dəstəyə eləyirik, amma o adam iştirak eləməlidir. İştirak. Mənə mesaj gələndə gəldim, göstərəm ki, bəs belə deyirsən, o irəli gedirsən, mənə deyir. Sənə icazə vermişəm evin altından. Sənə icazə verməmişəm ki, uzağa gedəsən. Bilmirəm necə eləyim. Nəsə özümü belə dedim, nəsə də bir çıxış yolu tapacağam. Bu dözməyib ürəyi, get gecə ilə həmin yeri araşdır. Aha. İndiki Jale Plaza. Ay nə gözəl. Hə. Bu gedib araşdırıb, ətrafda o taksi şoferlərindən falan hamısından soruşub ki, bura necə yerdir? Tipik Azərbaycan mentaliteti, tipik ailə. Deyiblər ki, valla iş mərkəzidir. Yəni burada biz belə bir şey görməmişik də, pis bir şey. Hamı da ofisdir. İşləyirlər, xaricilər daha çoxdur. Yəni adi bir iş yeridir də. Nəsə səhərim durmuşam, deyir ki, dur hazırlaş. Gedirik. Hara gedirik? Aparıram səni, demirsən yazıblar. Gedək görək nə məsələdir. Gəldim, insanların tutdum enerjisini, danışdılar. Həmin dəqiqə mənimlə razılaşdılar ki, bəs biz istəyirik sən gələsən. İndi bu əl çəkmirlər məni, buraxmırlar məni. Deyir ki, bəs gəl, sabah gəl, biz səni bir yerə aparacağıq. Bir yer dedikləri də böyük bir ambardır. İlk mən orada gördüyüm, baxın, təsəvvür edin, böyük bir otağa girmisiniz və sən illərlə xəyal etdiyin markadır və çox əl çatmazdı da. İçəri girəndə gördüm ki, hər yan makdır. Böyük bir çamadan gətirdilər mənə, hansı ki o çamadan çox bahadır və mən onu hamısını YouTube-da kanallarda görmüşəm də. Belə açırsan, işıqlı, güzgülü, içi dolu. Belə baxır mənə deyir ki, bu sənindir. Bizim vaxtımız yoxdur, telefonla danış. Deyir, bizim vaxtımız yoxdur. Sən get nə istəyirsən, ürəyin nə istəyir, seç burdan. Bizə fərqi yoxdur. Prosta sənin nə maraqlıdır, nə sənə o iştirak eləyəcəyin yarışmada lazımsa, yığ, gələrək köməkliyə xəta çıxardacaq. Baxdım, dedim, ay Allah, mən yuxudayam. Bu nədir belə? Nəysə, başladım, açdım, bir-bir yoxladım. Hansı ki xoşuma gəlir, götürdüm onları. Bir çamadan yığmışıq, gəlmişik qayntamgilə. İkinci travma, ikinci evdə oturma qadağası. Orada dedilər ki, yəni sən nə edirsən? Artıq düşüblər yoldaşımın üstünə ki, 30-dur da evdə. Biz istəmirik. Dedin evin altı razılaşmışıq, oturmuşuq, danışdırmırıq. İndi ikinci dəfə sən o başqa yerə gedirsən. Həqiqətən, yəni şey eləyir ki, olmaz da. Təkcə o deyil axı, atam da burdan mənə təzyiq eləyir ki, sən bunu eləməməlisən də, get öz ixtisası var. Heç qulaq asmıram. Getdim yarışmada iştirak elədim, yarışmada qalib gəldim. Ay nə gözəl. Həmin o mənə verilən kosmetikanı qazandım. Qaldı mənə. Dedilər ki, sənindir də. Yəni sən bunu qazansan sənindir. Qaldı mənə. Necə sevinirəm. İndi mənə deyir ki, müqavilə imzalayırıq. Sən bizim akademiyada başlayacaqsan işləməyə. Yəni böyük bir ev İtaliya quşu da qoyumdur. Ya yox deyəcəksən, batacaqsan, hə deyəcəksən, gedəcəksən. Dedim, okey, mən razıyam, amma hələ evdə o qadağa gedir ha. Evdə deyiblər ki, dedim, yox, məni danışdırmasalar belə, mən bu işə gedəcəm də. Heç bir şeyə baxmadım, yığdım çamadanımı, bağa getmişdik. Yığdım çamadanımı, sürüyə-sürüyə gətirdim. Gətirdim şəhərə, dedim, yox, mən bu işin dalınca gedəcəm. Dedim yoldaşıma ki, sən bir dənə mənə dəstək ver. Mən bir məqsədim var. Gəlin, mənim öz toyumun bir travması var məndə. Dedim, mən istəyirəm ki, gəlin bəzəyim və mənim xəyalımda, istəklərimdə yalnız insanların o xoş gününə hazırlayıb və onların hamısını üzü gülər yola salmaqdır. Çünki öz toyumun travması var mənim. Beynimin dərinliklərində o var. Dedi ki, yaxşı. Əgər sən belə istəyirsənsə, nə gözəl ki, həyat yoldaşın dedi ki, yaxşı. Mən səni apararam. Dedim, amma mən maşın sürə bilmirəm. Yəni mənə qoymurlar sürməyə. Qətiyyən olmaz da. Maşın sürmək, qızın maşın sürməyi nədir? Dedi, yaxşı, mən səni hər gün səhər işə apararam, gətirərəm. Ay Allah, işə apararam, gətirərəm nədir? Uçuram da. Qəşəng geyinmişəm, hazırlaşmışam, getmişəm. Kim gəlir, hamı xoşuna gəlir. Kim gedir, hamı xoşuna gəlir. Hamı deyir ki, yəni o adamı istəyirəm. Bir günləri yenə dayanmıram. Başladım, yenə bir mesaj gəldi ki, bəs o da gəlin yerindən Nisə. Nisə də bilirəm ki, izləyəcək. Buradan salamlayıram onu.
Nisə çıxıb başqa bir yerdən özünə bir yer açıb, o vaxt onun ən belə populyar, ən çox sevilən bir simalardandır. Məhz bu gəlin sektoruna aid bir simadır. Getdim, dedi ki, gəl sadəcə model gətir özündən işdə və orada səhv etmirəmsə 12-15 nəfər var idi. Onların içindən seçildim. Dedim mən öz yerimə artıq hazıram. Tək başına. Mən inanıram ki, mən artıq köməksiz, dəstəksiz gedəcəm. Evdə danışanda dedilər, anam zəng vurdu, atam zəng vurdu. Sən risk atır, neyvə lazım? Oturmusan da deyir sakit. Sən arxan yoxdur. Hamı mənə onu deyir. Evdə yığışıblar böylə deyir. Sən arxan yoxdur. Sənə kim dəstək olacaq? Sənə gəlib sabah nəsə eləyərlər. Səni bağlayarlar. Sən iş qura bilmirsən. Dedim, yox. Mən düzgün işləyəcəm. Qaydalarla işləyəcəm. Mən bunu dedim bacaracağam. And olsun Allaha, götürmüşəm. Ən gözəl yerdə, Nizami küçəsində 2 mərtəbə bir yer götürmüşəm. Gəlinlikdə açdım aşağı mərtəbəni. Yuxarı hissəsində özümə, sırf özümə və günü bu günə qədər işçi götürməmişəm. Yalnız özüm. Sakitçiliyi sevirəm. Artıq söz söhbəti sevmirəm. Bilirsiniz niyə? Bəlkə də mənim əsas uğurum nə idi? Güvənmirdim heç kəsə və dayağım yox idi. Özünə. Onu fikirləşirdim ki, sən qorxma, sən özün özünü yaratmısan da, nədən qorxursan? Heç qorxmadım. Getdim gəlinliyi də elədim. Qəşəng də tutdu. Sonra dedim, yox, mən niyə görə kirayəyə pul verməliyəm ki? Nəticə olaraq belə qənaətə gəldim ki, mən aylığım budur, illiyim budur və illər ərzində qazandığım budursa, deməli mən gedib özümə artıq kirayə-dən çıxıb gedib yer eləyəcəm özümə. Çox çətin idi. İnanılmaz idi. Əməliyyat olmuşdum. Mən ayaqüstü dayanmaqdan onurğa sistemim tamamilə pozulubdu. Və mikro bir əməliyyata girdim, sırf onurğamla bağlı. Həmin əməliyyatdan çıxdım. Dedim ki, yox, mən vaxt itirə bilmərəm, məhrəmlik ərəfəsidir. Təsəvvür edin belimdə o tikişlər, o bandajım falan hamısı birlikdə axsıya-axsıya, sürünə-sürünə düşdüm Ağşəhərə, o baş, bu baş. Mənim də bir dənə arzum var idi. O binanın qabağından keçəndə baxırdım. Bir dəfə gəldim o binanın qabağına. Mənə dedilər ki, heç belə yaxınına durmayı. Bura elə bir yerdir ki, sən burada həyatı boyu bura girə bilməzsən. Yəni mənə dedilər qapıdan belə elə bir şey qovladılar da. Harsı bir 3 il qabaq olmuşdu. Mən də ona hazır değildim maddi olaraq. Amma fikirləşdim ki, okey də. Yenə də başladım hesabatlarımı aparıb və fikirləşdim ki, mən bunu kreditə də girsəm eləyə bilərəm. Çünki mən artıq axı heç nəyə pul xərcləmirəm. Mənim məqsədim var da. Dedim, yaxşı. Danışmışam, gedib çıxmışam qapıya zəng vurmuşam ki, ay papa nə olar? Gəl də, bəs ciddiyə almır. Gəl bir dənə söhbət eləyək. Sən mənə kömək elə. Bir də böyük olsun yanımda ki, mənə inansınlar. Yazıq qova-qova gəlib, girmiş içəri. Kişi belədir. Yox, həmin yeri satmırıq. Deyirəm, axı siz 15 dəqiqə bundan qabaq mənə dediniz ki, get gəlginən, danışaq, yeri göstərim. Dedi, yox, satmırıq. Biz böyük şirkətlərlə işləyirik. Bizim məqsədimiz başqadır. Biz böyük sahibkarlarla işləyirik. Belə mənə dedi. Çıxdım bayıra, o qədər ağladım. Dedim ki, özümə, yox, sən bu gün qayıtmayacaqsan. Sən bu gün buradan behləşib çıxacaqsan. Gəldim, çatdım bu həmin hal-hazırdakı olduğum binaya. Çox binada gözəldir. çox prestijlidir də. Yəni şəhərin ən prestijli. Hamı bilir də, yəni o bina nədir? Bir dənə belədir. Mənə axırıncı şansı verin. Ağlaya-ağlaya tutulmuşam. Dedim, mənə axırıncı şansı. Mən bura girmək istəyirəm. Dedi, sən bura girmisən də. Səni buradan rədd eləyiblər. Biabır eləmə məni. Gəl keç gedək. Dedim, yox, mən girəcəm, danışacağam dedim. Bir dənə bilmirəm, ay Allah, bu nə idi? Girdim içəri. Belə dikdə dayanmışam. Dedim, mən əməliyyatdan çıxmışam. Halım yoxdur. Hal-hazırda özümü talasemiya daşıyıcısıyam, qan itirmişəm. Dedim, mənə bir dənə yer göstərin. Açıqlığa baxmalıdır o yer. İşıqlı olmalıdır. Birincini göstərdi. Dedim, yox, bu qapalıdır. Bura günəş düşmür dedim. İstəmirəm. İkincini göstər. O üzülmüşəm, sapdan qalmışam belə. Deyirəm, ay Allah, bir dənə ver də mənə. O şansı ver mənə. İkincinin belə qapı açıldı. İçəri girdim. Özdə həmin anı çəkirəm. Telefon əlimdə çəkirəm. 4 dənə balkon. Günəş dənizə baxır. Ağzım açıq qalıb. Deyirəm ki, ay da budur. Mənim xəyalım, mənim arzum beynimdə budur da. Dedim, "Vəsə, gedirik." Gedək dedim, danışaq, həll eləyək, nə desə. Belə baxır, deyir, "Xanım, siz dəqiq ciddisiz." Deyirəm, "Müəllim, mən deyirəm,
dayana bilmirəm. 5-10 dəqiqə sonra yıxıla bilərəm. Qaynatan baxım mənə deyir ki, Lamiyə doğrudan şeydir, dəqiq qərarın. Dedim, hə, narahat olmayın dedim. Gedək eləyək. Mən dedim, girirəm bu işə. Dedim, amma nə olar, mənə bir dənə kömək eləyin. Ustaların başı üstə dayana bilmərəm. Kişidir də hamısı. Mən nətər gəlim bütün günü bunların üstünə. Dedim, mənə bir dənə kömək lazımdır ki, ustaların başının üstə dayanasınız. Məhərrəmlik ayı bitənə qədər mən bura girməliyəm. Məhərrəmlik ayının 3-4 gün qalıbdı. Nəsə getdim, danışdım, sənədləşdirdik, gəldim, girdim. İndi yoxdur, axı pulum yoxdur. Pulu ilkin ödənişi vermişəm, qalmışam belə. Özüm deyirəm, oyda mən neyniyim? Dedim, yox, özüm şey eləməyəcəm. Mən işləyəcəm. İşləmirəm 10 saat, işləyəcəm 15 saat. Ən çətin dövr nədir? Karantin. İş dayanıb, toy sektoru 0. Nə haldayam? Bir həftə Jale yatılı vəziyyətdə, ölü vəziyyətdə qalmışam. Çatdırmıram da, yoxdur. İş yoxdur, mən nə edə bilərəm? Ata yox, ana yox, qardaş da, hamı maaşa baxan adamdır. Yəni mən böyük rasxoda girmişəm. Nə edə bilərəm? Dedim, yox, mən dayanmayacağam. Səhifəm var axı əlimdə. Mən sosialda tanıyırlar, gücümü bilirlər, inamım var, hər şeyi paylaşmıram. Başladım dayanmadan evdə çəkilişlərimi eləməyə, kontentimi yaratdım. Bir reklam düzəldirəm, verirəm. 2 reklam düzəldirəm, verirəm. Dayanmıram. Gecə-gündüz işləyirəm. Çox çətindir. Beyin gedir, uşağa baxmalısan, evə baxmalısan. İcazə ilə çıxırsan bayra, nəyisə gedib çəkmək üçün hamıya yalvarıram. Nə olar sənin gəlim studiyamda çəkim. Nə olar, işığım yox, pulum yox, işıq ala bilmirəm. 1-2 nəfər ətrafımda var. Eşitmişəm ki, onlar studiya tutublar. Yalvardım ki, bəs nə olar? Mənə bir dənə sizinlə girim şeyə, kirayə vizə girim. Mənim işığım yoxdur da. Çünki bu işin əsas şeyi işıqdır, keyfiyyətdir də. Yəni gözəl bir şey verməlisən. Heç kim razılaşmadı. Biri də sən kimsən, sənin bura yerin deyil. Biri nə bilim dedi ki, yox, bizlik deyil. Yəni sən bizim kruqa qoşula bilməzsən. Hə, belə şey oldum. Dedim, yox, olsun da evdə çəkərəm. Evdə çəkərəm. Başladım evdə çəkməyə. Reklam pulunu götürürəm, bunu ödəyirəm. Reklam pulunu götürürəm, bunu ödəyirəm. Bayağı da qəşəng orta şeylə gedirəm. Heç vaxt da şeyimi salmıram, qiymət salmıram. Dedim, "Vəsə, eləyəcəm." Gün gəldi o gün. Karantin qurtarır və başlayır bizim sektorun o belə işıqlanan vaxtı. İşləməlisən, işdə. 15 saat işləmirsən, 18 saat işləyəcəksən. Gecə saat 4-dür, 5-də bilmirəm işə gedirəm. Axşam saat 6-ya qədər işləyirəm. Gəlirəm evə bütün hamısı qeydiyyatlarımı falan eləyirəm. Aha, bir günləri gəl evdəkilər, böyüklər, gir içəri. Nəsə çağırdım ki, gəlin görün nə etmişəm. Hardasa bir 8 ayın zadın söhbətidir. Anam gəldi. Anam indi gəlməyib mənim yerimə. Bu arada heç birinə, digər kirayədə olana da. Yox, qətiyyən gəlməyibdi. Heç bəzənmək üçün də gəlməyib. Yox, qətiyyən. Mən indiyə qədər 1-2 sırmamışam. Anam harca bir 8 aydır onu istirahət aparmışdım və həmişə istirahətə gedəndə onu özümlə aparıram da. Gəldim, dedim ki, axşam idi. Dedim, amma gedib də yerimə baxaq da. Girdi, dedi, bura doğrudan sənindir. Deyirəm ki, hə, sənin qızın eləyib bunları. Ay Allah, nə bilim, balam belə baxdı, doluxsundu, başladı ağlamağa. Ki, yəni, balaca qız, kasıb bir qız, ailənin ən belə, nə bilim, yəni, mən məhkəməm olmayıb da məktəbə getməyə. Mən, yəni, o şeylə gəlmişəm. Dedim ki, mama, görsən, deməli, insan istəyəndə alınır da. Görsən, bax, çox işləmişəm. Bir sualım odur ki, bizi izləyən konservativ ailədə olan, konservativ mühitdə olan xanımlar var. Hansılar ki, onlar da nəsə etmək istəyirlər. Sən bu yolu qət etmiş biri olaraq nə tövsiyə edərdin? Yəni, necə valideynlərini razı salsınlar, ümumiyyətlə, necə öz istedadlarını kəşf etsinlər? Bu dəqiqə, məsələn, bizim vaxtımızda sosial yox idi. Biz bunları açıq-aydın görə bilmirdik. Qapalı şəraitdə çapalayırdıq. Hal-hazırda sosial var və hamının evində bir dənə də olsa 5 nəfəri bir telefonu var. Baxın, əgər sizi çox sıxırlarsa, əgər sizi qadağalarla böyüdürlərsə, müzakirə eləməkdən çəkinməyin. Danışmaqdan çəkinməyin. Danışmaq, müzakirə eləmək, hansısa faktları qarşıya qoymaqdan çətin. Yəni bunu biz necə qorxmayın da bunu. Qoy məni qoy valideynin qabağına. Nümunələr yetirsinlər. Denən bax bu adam sıfırdandır.
çox kasıb olub, heç bir şey olmayıb, heç bir dəstəyi, maddi, mənəvi dəstəyi olmayan mənim kimi bir 3 nəfəri qoyun valideyninizin qarşısına. Ay ana, ay ata, ay nə bilim yoldaşınızın tərəfi. Deyin ki, bu insanlar zəhmətləri ilə gəliblər bu yerə. Bugünkü günü mənəm, sənsən, Şəfəqdir. O qədər elə insanlar var, həqiqətən. Yəni biz axı özümüz qurmuşuq. Biz özümüz yaratmışıq. Biz özümüzü formalaşdırmışıq da. Eləcə də başqa sahibkarlar var. Bu dəqiqə podkastlar var. Aynur, mənim çox sevimli, mənim əzizim canım. Nə bilim, bizim ətrafımızda qadınlar var da, hansı ki biz artıq öz sözümüzü demişik. Artıq biz alnı açıq, deyirik ki, ay bala, ay uşaq, ay qardaş, ay ana, mən bunu eləmişəm də. Qoyun da qarşısına, qoyun qarşısına, deyin ki, bu insanlar öz yollarını çiziblər. Gedirlər, ailəsi də var, evladları da var, düzgün yoldadır. Bəzən travmaları biz düzgün qəbul eləmirik. Məsələn, travmanı travma olaraq və faciəvi şəkildə. Mən o travmalarımı əksinə daha əyləncəli, mən o travmalarla xoşbəxt olmağa başladım. Və nailiyyətlər qazanmışam. Və nailiyyətlər. Və durmadan bir də ən böyük arzum nə idi? Dünyanı gəzmək. Aha, səyahətlər. O da uşaqlıqda olmayıbdı deyə hər şey olmayıb. Heç yerə getməmişəm. Mən qapının altından uşaqları o şeydə güdən adamam. Onlar rezinka, o vaxtda rezinkalar oynayır. O da olmazdı. Olmayıb, qadağa olmaz. Sən bayıra çıxa bilməzsən, sən küçəyə çıxa bilməzsən, sən ancaq evdə oturmalısan. Deməli nədir? İnsanların müəyyən bir içində yatan istedadı var. Və bu istedadı çıxartmaq lazımdır. Bunu çıxartmaq üçün də fikirləşməmək lazımdır ki, kimsə mənə təkan olsun. Yox, özün. Fikirləşdiyinizi çıxardın. Fikirləşdiyiniz içinizdə olan şeyləri, beyninizin dərinliyində olanları həyata keçirin, qorxmayın. Risklər. Həyatda nə eləmişəmsə, risklərlə eləmişəm. Risklər insana böyük bir dərsdir. Risk eləməsən, gəlib o istəklərim olmayacaq da, o istəklər həyata keçməyəcək. Ona görə risk eləmək lazımdır. Okey də o səhv ola bilər, nə vaxtsa belə büdrəyə bilərsən. Amma ki o səhvindən bir nəticə çıxardacaqsan və ən böyük dərs, böyüklər, o deyir ağsaqqalın ağ birçəyin. Mən məsələn bunu özümdə belə bir şey eləmişəm ki, ağsaqqalın da, ağ birçəyin də məsləhətindən çox, səhvlərindən, risklərindən aldığın o nəticə var, o böyük bir şeydir. Ona heç nə çatmaz. Lamiyə, bu qədər çalışmısan, bu qədər zəhmət çəkmisən. Mənə çox maraqlıdır ki, hansı an oldu ki, sən belə dedin ki, dəyərdi buna və özün də doğrudan da belə fəxr elədin və qürurlandın? Mənim özümə ev almağım. Aha, nə gözəl. Sırf onda belə. Mən 30 yaşında özümə balaca bir tort aldırdım və özümə həmin tarixdə evin açarını belə qoydum tortun üstünə, oyuna şəkil paylaşdım. O mənim sosial şəbəkəmdə var. Aha. Həmişə deməli mən hazırlığa gedəndə həmin o yer ki var idi ki, hazırlıq kursu oradaydı. Onda çox belə çöllük bir yer idi də, bildiyiniz qum, belə çox qəribə bir yer idi. Düşdüm orada. Axı mən kənddə böyümüşəm, Xaçıvalanda böyümüşəm. Düşdüm belə, ay Allah, mənim nə vaxt şəhərdə evim olacaq. Ki bu yolu gəlib getmək. Dedim mən şəhərdə ev dedim istəyirəm. Nəsə bir də evdə demişdim ki, mənim indi o anamın o şey həmişə mənim yanımdadır. Deyir ki, sən deyir uşaq idin, dedin ki, mama mən şəhərdə yaşayacağam. Sənin deyir başında deyir o şey var ki, sən şəhərdə qalacaqsan. Və mən o evi alanda o qədər xoşbəxt idim və mən çox böyük qürurla özümlə fəxr eləyirəm də ki, mən 30 yaşında özümə ev aldım. O ev pis gündə idi. Okey. O evi bütün göbələyə basmışdı. O ev çox çürük idi. Pulum çünki ona çatırdı. Həqiqətən, yəni pulum ona çatırdı, amma mən onu özüm aldım da. Və hətta gedib o qol çəkmə şey var ya, alırsan taksida o sənədləri, baxıram ağlayıram, deyirəm ki, aldım, mən səni aldım. Mən özüm səni aldım. Bir qəpiyi, inanın ki, orada o sənədə pul verirsən, rəsmi dövlət rüsumu var. Onu belə öz qazancımdan verim, qoymadım da ki, yoldaşım ya kimsə yanımda versin. Dedim ki, yox. Qəpiyinə qədər özümündür. O mənim ən böyük həyatda qazandığım, özümə elədiyim hədiyyədir. Yeganə o hədiyyədir ki, mən nə bilim, gözümü yumanda belə fikirləşəcəm ki, sən bunu eləmisən də, sən öz arzuva yerinə yetirmisən.
Və bu çətinliklərdən 30 yaşına ev almaq da oradan da çox böyük bir nailiyyətdir. Yeganə, yəni sevindiyim, həmişə bir də bir şey var. O mənim motivasiyamdır. Məsələn, mənim nəsə bir çətinliyim olanda, hər hansısa bir fərqi yoxdur bu, nə bilim, nə ilənsə bağlı bir çətinliyim olanda özümə birdən belə deyirəm ki, sən ən əsas arzunu həyata keçirmisən. Yəni bundan sonra sənə ölüm yoxdur sənə. Sən onu eləmisən. Mən əminəm ki, daha çox böyük arzular var və onlara da sən bu əzminlə, bu çalışqanlığınla nail olacaqsan və başqalarını da buna ilhamlandıracaqsan ki, sən bacarmısansa başqaları da bacarar. Çünki maşallah ətrafında belə motivasiya verənlərin çox idi ki, alınmayacaq, amma sən hamısını aşa bildin. Bu da çox gözəl bir bacarıqdır. Sən bununla bağlı təbrik edirəm. Yəni bu qədər içində əzm var, bu qədər içində güvən var ki, bunlara gəlib çatasan. Güvən, ən əsası güvən. Özünə güvən var buna. O çox önəmlidir. Öz-özünüzə işıq sındırmayın. Öz-özünüzə güvənin. Heç kimin necə o kürəyinizi heç kəs sökəməyin də. Ancaq öz-öz olun. Yəni bugünkü günü mən uşaqlarım, bu arada deyim ki, mən öz övladlarıma onu öyrədirəm. Ki sən özün istədiyi elə və sən köməyi məndən gözləmə. Sosial mediada bir də eyni zamanda təsiri məsələsi var. Misal üçün sən də bu adət-ənənə sektorundasan. Nələr görürəm. Hər gün gəlinləri müşahidə edirsən və bir növ elə bir ki, bir trend də var ki, ideal toy, ideal nişan, ideal xoşbəxt cütlük və s. bunlar da həmçinin aşılanır da. Sənin fikrincə bu ümumiyyətlə necədir? Nə cür aşılanır? Ümumiyyətlə bunun bir meyarı olmalıdırmı ki, ideal toy var, ideal nişan var, ideal gəlin var? Hardasa bir müddət idi. Hardasa bir 2 il bundan qabaq hamı bir-birinə bir öhdü deydi ki, toyumu filan kəs çəkəcək, toyum filan restoranda olacaq, filan xonçalar gəlməlidir falan. Hardasa siz necə? Biz o trendləri də özümüz yaradırıq axı. Sosialda olan insanlar, məsələn, sənin də toyun olubdu. Qapalı keçirtmisən və sən özünə məxsus eləmisən. Bu mənim şəxsimdir. Və mən onu ağıllı şəxsi saxlayıram. Düzdür? Bir şeyim var da, mənim də özümə məxsus bir yolum var idi. Okay. Hörmətlə yanaşdılarmı? Yanaşdılar. Artıq əksi bir söz yazan oldu mu? Olmadı. Niyə? Çünki buna sən özün o şeyi qoydun ki, dayanın ha, burada mənim özümü görürsüz, amma ailəmi görməyin. Çünki bunu özüm istəmirəm. Deməli, bu göstərişi verən insanlar da onlar icazə verirlər ki, sən onların şəxsinə girib, olan olmayan hər şeyi müzakirə eləyib və bunu adət-ənənə kimi insanlara təqdim et. Yox, belə adət-ənənə yoxdur. Belə şey yoxdur ki, mənim pulum yoxdur, bugünkü gün gedim mən bahalı bir toy eləyim. Yoxdur belə bir şey. İnsan bunu özü eləyir. Borcla, xərclə toydan borcda çıxacaq, o xonçanın o qiyməti var, filan kəs çəkməlidir. Yoxdur. Eləsi var ki, mən görürəm, şahidi oluram. Elə bir imkanı yoxdur. Sadəcə olaraq özünü göstərişdən ötürü, hər hansısa bir qohum gəlsin, bir desin ki, filan kəsin toyunda belə oldu, demir, sabah getdi, borcda qaldı. Filan kəs dəhşətdir. Yox, onu eləmək də, eləməmək də insan özündən asılıdır. Yəni, bugünkü günü adət-ənənəmizi şişirdə də bilərik və yaxud da ki, bizi kimi onu özümüzünkiləşdirib sadə bir formada yaşaya bilərik. Bəs sənin müşahidə elədiyin hər gün gəlinlər gəlir məsəl üçün. O gəlinlərdə müşahidə elədiyin bu sosial medianın təsirindən təsirlənənlər varmı? Çoxdur, azdır. Hədsiz çoxdur. Hədsiz çoxdur. Düzdür. Məsələn, bəzi kütlə var ki, çox sadə bir məndə məsələn onu digərlərində çox müşahidə edirəm. Məndə niyə azdır? Mən sizə deyim. Bəlkə də mənim yaratdığım kontentə uyğundur. Bəlkə də mən daha çox sadəliyi, təbiiliyi, zərifliyi bunu təbliğ eləyirəm. Bu məndə az ola bilər. Amma mən görürəm ki, bir 5 nəfər digərində bu lüksu, bu prestiji abartılı şəkildə təqdim edirlər. Amma məsələn, mən onu təbliğ eləmirəm. Məsələn, mənim yanıma gələn gəlin deyir, mən çox sadə olmaq istəyirəm, çox zərif olmaq istəyirəm. Okay, bahalı bir gəlinlik istəmir. Sadəcə olaraq özünə uyğun bir gəlinlik istəyir. Bahalı qızıl istəmir. Mən kiçik bir şey istəyirəm. Məsələn, balaca bir qaşla bir sep istəyirəm. Amma məsələn, bizdə nətərdir adət-ənənəmizdə? Ən bahalısı getməlidir, ən yaxşısı getməlidir. Yenə deyirəm, bu artıq nəyi təbliğ ediriksə, o çıxacaq bizim qarşımızda.
Məsələn, mənim yanıma gələn tək-tük nəfər olar ki, gəlsin belə şan-şarahlı bir şey görüm. Məsələn, gəlin olub ki, baxmışam 45 kiloda geyinibdir, nə bilim, özünü idarə edə bilmir özünü. Qaş-daşın içində, gəlinliyin içində idarə edə bilmir. Deyirəm bunu niyə yazıq deyilsən? Sən belin qırıldı. Deyir ki, "Yo, deyir, qaynanam dedi ki, sən deyir çox şey olmalısan da, çox göstərişli olmalısan." Və gəlir hara çıxır? Yenə də həmin o şişirdilmiş adət-ənənəyə çıxır ki, bu əgər 45 kilosa, niyə 40 kiloluq gəlinlik geyinsin ki? Tamamilə razıyam. Sadəcə olaraq bunu kiməsə göstərməkdən ötürüdür. Göstəriş bəli, bu vacib faktorlara çeviribdir. Sosial medianın da dəstəyi ilə belə deyərdim. Bəs sən bunların fərqindəsən? Zərif gəlinlər hazırlayırsan, belə deyək də ötürdüyün mesajlar sosial media üzərindən mənə maraqlıdır ki, bir sənin çox gözəl dəyərlərin var belə deyək də və sənə güvənən bir kütlə var. Sosial media üzərindən hər hansı bir mesajları ötürməyə çalışırsanmı? Paylaşımların vasitəsilə, yəni spesifik bir mövzuların varmı ki, sən istəyirsən ki, arada bir o mövzuya toxunum ki, mən öz izləyicilərimə bu mesajları da ötürüm. Ən başlıcası yenə də danışdığımız kimi özünüz kimi olmaq. Məcbur deyilsiniz, yəni bunu şişirdilmiş halda. Həyatınızı özünüz üçün yaşayın. Yəni inanın ki, bunu göstəriş verib göstərdiyiniz insanlar valla yəni 5 də artıq deyil də, yəni bu sizin düşdüyünüz mühitdənmi deyim, həmin o anlamı deyim. Yəni bunu kimə göstərəcəyik biz? Fikrim, məsələn mənim gözümün qabağında bir gəlinin bir gül buketinə görə bütün oğlan tərəfindən dalaşıbdı. Bir gül buketinə görə. Bu da odur ki, mən bunu niyə əlimdə götürüm və niyə mən onu bu ucuzdur, bu yaxşı deyil falan. Yəni mən onu qoydum, dedim, başa saldım. Dedim ki, sən inan ki, hal-hazırda yaşadığın bu an, hansı ki bütün ailə ilə üz-göz olmusan bir gül buketinə görə, dedim bu qətiyyən də, yəni o deyil, həyat bu deyil. Sənin bu bir anlıq içəri girəndə bir 15 dəqiqəlik əlində olacaq, ondan sonra bu sənin əlində olmayacaq. O qədər belə söhbətlərim olur ki, məsələn görürəm xonça üstündə kimisə nəsə söhbəti var, dekor üstündə, dekor üstündə o qədər müşahidə edirəm ki, dekora görə necə qırğınlar düşür. Deyirəm, danışıram. Mənim özü şeyim yoxdur. Yəni görəndə danışıram da, deyirəm ki, nə olar bunu eləməyim. Bu vallah sizə lazım deyil. Bu bir günlük bir olan şeydir. Oldu, keçdi. Bu sizə qalmayacaq. Sizə daha başqa şeylər gözləyir. Həyat hələ sizə çox-çox böyük bir şeylər qarşınıza çıxardacaq. Yəni həqiqətən bu şeyləri danışıram da onlarla. Və ondan sonra görürəm ki, o insanın qarşımdakı insanın fikri dəyişir. Doğrudan da dəyişir. Yəni ona hardasa təsir eləyə bilirəm. Və mən inanıram ki, sosialda da məhz görüb bunu götürənlər var. Həqiqətən o gələn geri dönüşlərdən, hansı ki gözəl-gözəl sözlər yazılar. Sağ olun, siz falan vaxtı mənə belə dediniz, doğrudan deyirsiniz. Yəni bu həqiqətən bizim onlara böyük bir biz onlar üçün bir güzgüyük də, görürlər. Biz onları görmürük. Biz şüşənin arxasında onları görmürük. Amma bizi görən çox böyük bir kütləmiz var. O statistikamız bizim elə belə deyil. Yəni biz nəyi göstərəcəyiksə, həqiqətən biz nəyi göstərəcəyiksə, onlar onu görəcəklər və onlar onu özlərində tətbiq eləyəcəklər. Ona görə biz yaxşı olmalıyıq ki, bizə baxan insanlar da ola bilər, o səhv eləyə bilər də, amma bizə görüb onun fikrini dəyişə bilərik. Hər zaman onu eləyə bilərik biz. Nə gözəlsə ki, sən də bunun fərqindəsən və ötürdüyün mesajlarda da diqqət edirsən ki, nə ötürürsən. Nə gözəl, nə gözəl. Fərqində influencerlar çox əhəmiyyətlidir ki, sosial media belə mənfi təsirlərini cəmiyyətə göstərməsinlər. Mənim sənə son sualım da var. Bu qədər biraz danışdıq, sentimentallaşdıq və səni aparmaq istəyirəm 19 yaşlı Lamiyanın yanına. Və ya da ki, həmin 19 yaşlı Lamiyə bir məktub yazmaq istəsəydin, indi aparmağım çox çətindir, amma bir məktub yaza bilərsən. O məktubda ona nə söyləmək istəyərdin? İstədiyim hər şeyi elədim sənin üçün. Mən məğlub olacaqsan. İstədiyim hər şeyi elədim. Bugünkü günüm mən qapıdan çıxıb nəsə başıma gəlsə, mən çox rahatlıqla gözümü yuma bilərəm. Mən bugün 14 yaşımda qızım üçün, 12 yaşımda oğlum üçün çalışmışam ki, bütün şəraitləri onlar üçün qurum ki, sabah onlar mənim yaşımda mənim çəkdiyim əziyyətləri çəkməsinlər. Mən bir xoşbəxt ana kimi, xoşbəxt övlad kimi, yəni mən atamın, anamın o istədiyi o kişi kimi qız var idi. Bax mən o yolumdan gedirəm.
və yolun hər zaman açıq olsun. Çox sağ ol ki, bu gözəl keşməkeşli yolunu bizimlə paylaşdın. İnanıram ki, çox sayda xanımlar səndən ilham aldılar, səndən nümunə alacaqlar və yolun hər zaman açıq olsun Lamiyə. Çox sağ olun. Doğrudan o qədər həvəslə gəldim. İnan ki, bilirdim belə biz bundan qabaq da səninlə görüşmüşük. Çox necə deyim, bizim söhbətimiz olub da səninlə. Hansı ki orada heç bir qaydasız, heç bir nə bilim, heç bir necə danışmışdıqsa bundan qabaq, eynən həmin şeyi biz danışmışıq da səninlə. Və həqiqətən sevinirəm ki, bizi kimi qadınlar var. Bizi kimi insanlar var. Belə. Çox sağ ol gəldiyin üçün, çox təşəkkür edirəm. Səni bütün reallaşdırmaq istədiyin arzularda da uğurlar arzu edirəm və əminəm ki, hər şeyə nail olacaqsan. Əsas sən özünsən, əzmindir və zəhmətkeşliyindir. Sənə uğurlar arzu edirəm. Buna bir daha təşəkkür edirəm gəldiyin üçün. Çox sağ ol. Bugünlük bizdən bu qədər. Kanala abunə olmağı unutmayın ki, növbəti qonaqlarımızdan da xəbər tutasınız və rəy bölməsində sizlərin fikirlərinizi gözləyirik. Gələn görüşlərə dək hələlik.